Üstünə ağırlar. Qaqan atarsan şu salamatçılıq sənə də. Yaxşı olsun. Dünən saat gecə 2-də qardaşının söhbəti idi. Heç nə bizim Əminə xala yoxdur. Onun qızı Tükazban ki, saat 12-nin yarısı çıxıb balkona paltar zəlmə. Elə. Elə. Gördüm aşağıda 4 dənə kətət yarım. Aləmi qatıqlar bir-birinə ana başa düşdün nəsə. Düşdüm aşağı, gəldim durdum qabaqlarında. Dedim mən cəmaatın qızı sizin əlinizdən çıxamayacaq balkona. Risk işlərindən biri çıxdı qabağa, mənə qayıdıb nə desən? Qayıtdım, elədi. Dəqiqə dayanma, amma bir dənə cırmaq. Çəkildim dala durdum gənə dördünə qədər. Dedim mən şişə təpi ilə yumruqla gələr. Dedim cırmaq zat nə də qızsın, necə cırmaq atırsın. Dedim bunları dördünə qatdım bir-birindən sənə qovaladım buradan çıxdı. Tanırdın onları. Dana Məstan, Toplan, Aslan bir də Ruslan. Qaqa o bizim Səkinə xalan pişiklərdir. Dana ailəmi qatıblar bir-birinə qoymurlar məhəllədə cəmaət yaşasın sən. Qaqa mən sənə bir 5 il qabaq demişdim, indi də deyirəm. Sən get müalicə. Müalicə zaten başın xarabdır. Məhəllədə boş diş tökülüb qalıb. O qabaqdakı kurucu görsə, qızdırıb içəridən başımı çöndərsən, gəlirəm onu soyutma. Nə söz qıllıq var? Bura görmə.